Necəsiniz? Maşallah, böbrəkimizi gətirdilər. Necə hiss edirik ki, özümüzü? Maşallah. Sizə keçən dəfədən elə qılırdı ki, əməliyyatdan sonra buydu. Ona görə bu dəfə daha aktiv olmalıyıq. Yetişmənin çox olan səbəblərindən biri passiv, əməliyyatdan sonra passiv olmaqdır. Bu dəfə aktiv oluruq ki, yəni belə deyim, hələ biz uşaq istəyəcəyik, bilirəm. 2 qızımız var, bir oğlan üçün də gələcəksiniz inşallah. Mütləq bu dəfə uşağı ona məşğul olursunuz, heç uşaq şöbəsinə aparılır. Özümüz də gün ərzində daha aktiv oluruz, yəni keçən dəfəki kimi olmasın. Yaxşı, bir dənə uşaq həkimlə görüşmüsünüz, yoxsa yox? Məlumat verilib sizə, yəni ki, normaldır. İndi ona görə gətirib çatdırdılar sizə. Aha, iğnə vurulacaq, 72 saat ərzində vurulmalıdır. Uşağın qanı müsbət olduğu üçün artıq mənfi olsaydı vurmayacaq, heç ehtiyac olmayacaq. Bu belə. Yara yerimizdən qızardıqlar normaldır. Yəni yara sayəsində bir narahatçılıq yoxdur. Sabah yox, üstü gün üçün çıxışımız olacaq, həm də sizə uyğun olacaq. Qarın boşluğuna bir baxılacaq, həm ehtimala qarşı. İstəyərdim qarnısı özündə baxın.